Hörmətli dinləyicilər, bugünkü radyo teatrında siz Bəxtiyar Vahabzadənin Təyyarə kimi piyesini dinləyəcəksiniz. İştirak edirlər Zeynallı Sadıq Hüseynov, Əfşan Sofiya Bəsirzadə, Dekan Əli Zeynalov, Zəhra Məhluqa Sadıqova, Cəmil Səməndər Rızayev, Səkinə Şövkət Rızayeva, İbiş İsmail Osmanlı, Şaban Sadıq Salih, Oktay Rasim Balayev, Abi Fuad Poladov, Qulamzadə Kamal Xudaverdiyev, Tükəzoğlu Teymur Bahadır Əliyev. Bu biabırçılıktır. Yok, buna dözmek olmaz. Ne olur profesör? Bundan artık ne olacak? 50 talebeden 19'una 2 vermişim. Kalanları da alababat. Niye gülürsen? Vallahi profesör, gülmeli danışırsan. Meğer uşaqlara 2'ni mən vermişəm. Vermeydim. Nece vermeyeydim? Bilirler ki vermeyeydim, günahkar sizsiz. Bu işten yakanızı kenara çekebilmezsiniz. Benim günahım nedir? Hele bilmirsen. Hı? Axı sen dekansan. Bu 1. kurstur. Niye zayıf tələbələri kabul eləmsiz? Meğer sen kabul imtihanında yok idin? Vardım. Eşittiğime göre bu yıl bizim fakülteye 600 ərizə verilib. 600! Zarafat değil. Axı burada seçmeye imkan çoktur. Bəli. İndi senin fikrince 600 nəfərin içinden seçtiğiniz bu 50 nəfər en yaxşılarıdır. Bəli. İnanmıram. Qətiyyən inanmıram. Niye inanmırsan? Ona göre ki bunlar çok zayıftır. Ona göre ki düz seçebilmemsiz. Aha. Onda bu yıl sen özün qabul imtihanlarına qalarsan, özünde seçersin. Xeyr. Ben yay ayları burada qalabilmərəm. Niye? Bilmirsiniz ki, mən xəstəyəm. Bəs onda necə olsun? Biz düz seçə bilmirik, sen de qabul imtihanı götürmek istəmirsən. Qoy imtihan götürenler vicdanı unutmasın. Düz işlesin. Heç bir tapşırığa falan. Profesör, xahiş edirəm. Həmkarlarına böhtan atmayasın. Eğer söhbət vicdandan gedirsə, gerek heç kəs onu unutmasın. Çünkü vicdan, namus hamıya aittir. Ne demek istiyorsan? Onu demek istəyirəm ki, 30 ildir bu fakültede işləyirsən. Bir dəfə də olsun istirahətindən qalmamısan. Sen güzel kurortlarda dincəldiğin zaman həmkarların burada yayın cırhacırında imtihan götürüb. Bugün de onları təqsirkar görürsən. Bugün sen onların vicdanını şüphe altına alanda bəs öz vicdanın ağrı mı? Axı mən... Axtarsan, hərədə bir xəstəyi tapılar. Cavan müəllimlər dura deməli biz... Əvvəla sen cavanlıqda da bu işten boyun kaçırmışsan. İkincisi, axı sen cavan müəllimlərin işini bəyənmirsən. Mən bu saat bu ülke qabula qalacağım müəllimlərin siyasını tuturam. Baştan senin adını yazdım. Buyur bak. Profesör Zeynallı. Onda gerek putyovkamı geri qaytaram. Özün bilərsən. Her il sen 1. kursdan şikayet edirsən. Sınav için bu yıl qal, gör necə olur. İnsaf da yaxşı şeydir. İşi düz deyirdi. Bir dəfədə mən qalım bu sirri öyrənim. Amma Ne oldu be? Qəm dəryasına batmısan. heç demə. Ne oldu baxı? Bu il dincəlməyə gedə bilməyəcəyim. Niye? Qəbul imtahanına qalıram. Cavanlığında qalmamısan. İndi qalırsan. Əlac yoxdur. Bu yayın istisində, qoca vaxtında. Ey, günah özümdə darvat. Ayrı əlac yoxdur. Bəs indi biz səni burada qoyub necə gedək? Gedin. Siz gedin. Bəs sən? Eyb yoxdur. Uşaqları burada saxlamaq olmaz. Mən də 10-15 günlüyə kəndə bacımın yanına gedərəm.
Kənddə nə müalicə? Deyirlər bizim kəndin yaxınlığında yaxşı bir su tapılıb. Yesintiki suyundan geri qalan deyil. Onu kim deyir? Qəzetlər Səni kənddə dincəlməyə qoyacaqlar. neyniyim? Özün bil. Amma sənin üçün çox çətin olacaq. Niyə? Sən hər il yayda tanış biliş əlindən Bakıdan qaçmırdın. Özün də bir dəfə avqust ayında Bakıda qalmısan. Yox. 5 il əvvəl bacım qızı gəldi qəbul imtahanına. Dedin, mən belə işlərə qarışmıram. Çıxıb getdin müalicəyə. Sonraki il kənddən qardaşın uşaqları gəldi. Yenə boyun almadın, qaçdın. Bu ildəki kəndə gedirsən. Bütün qohum əqrəbə yapışacaq xəttəyindən o deyəcək oğlumu, bu deyəcək qızımı sənə tapşırıram. İndi de görək, nə eləyəcəksən? Boyun qaçıra biləcəksən? Mən universitetdə müəllim olduğum gündən bütün qohum əqrəbama bildirmişəm. Əyriliklə mənim işim yoxdur. Bilsin, gəlsin, qəbul olunsun. Bunlar sözdür kişi, sözdür. Ana muştuluq. Xeyir olsun ay bala. Dayım kəndə gəlir ana, muştuluq, muştuluq. Ay dayı, ola bilməz. Bax bu da telegram. Ay balam ondan nə əcəb? O ki 10 ildən çoxdur kəndə ayağını basmır. Bugün səhər öz maşını ilə Bakıdan çıxıb. Hə? Saat 3-ə 4-ə buradadır. Oy, debəs nə durmusan? Get atana xəbər elə. Özün də yoldaşlarınla onu qarşıla. Hara gedim? Harda qarşı? Nə elə? Narlı bulağın qabağında. Qoşa çinarın altında. Ay ana, ora ki uzaqdır. Maşını çıxar. Cəlili də, Habili də götür, get ora. Bax bu başqa məsələ. Ayrı vaxt maşına yaxın düşməyə qoymursan. İndi qardaşından ötürü. Bəs muştuluq istəmirdin? O da sənə muştuluq. Bu da narlı bulaq. İndi gəlin əlizimizi yuyaq, dayım kimi çinarın altında uzanaq gözləyək. Ha vaxt gələcək. Hardasa indilərdə gələr. Anam deyir ki, o həmişə maşınını burada eləyir. Sən el Oqtay, dayımın yaman zövqü varmış. Bura lap cənnət. Riyaziyyatçıda belə zövq. Riyaziyyatçılarda olan zövq heç şairlərdə də ola bilməz. O niyə? Ona görə ki, şairlər onsuz da həmişə gözəllik aləmində yaşayır. Amma riyaziyyatçılar quru rəqəmlərlə o qədər əlləşirlər ki, gözəllik üçün darıxırlar. Cəlil hər şeyi əsaslandırmağı bacarır. Amma əslində anam deyir ki, dayın elə uşaqlıqdan şeiri, nəğməni çox sevərdi. Onda elə ədəbiyyatçı olaydı da. Riyaziyyat onun sənəti, ədəbiyyatsa xəyal dünyası. Dayın nətər adam da, yoxdur. Necə nətər? Deyirəm, yəni, el-gün dərdinə qalandır, yoxsa xeyri şərə yaramaz. Necə yəni? Başa düşmürəm. Belə də, özü bu kənddən çıxıb, amma hələ özünü görməmişik. Üzün görüb neynirsən, ay Habil? Sən o kişinin elədiklərinə bax. Elədikləri çox yaxşı. Biz də adını eşidib fərəhlənirik. Amma bunlar azdır. Azdır. Yaxşı, neynəsə xoşuna gələr. Öz kəndindən hər il 5-6 uşağı alsın qanadının altına, aparsın Bakıya. Qəbul elətdirsin indi. Əlbəttə. Soruşmaq ayıb olmasın. Onun özün kim qəbul elətdirmişdi institutda? Onların vaxtında oxuyan az idi. İnstitutların da qapısı cəmaatın üzünə açıq. İndi maşallah yerindən duran oxumaq istəyir. Oxusun da, qabağın alan var. Sən də boş-boş danışırsan ha. 2 ildir gedirəm, ağzımdan vurub qaytarırlar. Oğul da ona deyərəm ki, ağzından vurub qaytıra bilməyələr. Pişiklə güləşməyə nə var ki? Oğulsan pələnglə güləş. Pələng. Bu il güləşərsən baxarıq. Hələ ağzın isti yerdədir. Oğuldur, oğul. Ki, təyyarə. Yerdən alıb öz gücünü qalxar göyə təyyarələr.
Məhəl qoymaz nə yağışa, nə küləyə təyyarələr. Uçuşu da əzəmətli, duruşu da əzəmətli. Aşıb daşar təyyarələr. Yerdə deyil, göydə yaşar təyyarələr. Yoxsa təyyarəçi olmaq istəyirsən, Acəli? Təyyarəçi yox, təyyarənin özü olmaq istəyirəm. Ay sağ ol. Bax, dayın əgər təyyarə ilə gəlsəydi, indi çoxdan çatmışdı. Biz də onu burada gözləməzdik. Gözləməyin də ləzzəti var. Bura bax, nə uşaqlar. Təyyarə mənzil başına niyə tez çatır? Bunu bilməyə nə var ki? Bilirsən, de də. Sən deyəsən bizi ələ salırsan. Maşının sürəti ilə təyyarənin sürəti birdir. Ha, bu doğru. Sonra? Nə sonra? Təyyarə mənzil başına yalnız sürətinə görə tez çatmır. Başqa səbəb də var. Xeyr, xeyr, sürətdən başqa ayrı heç bir səbəb yox. Var. Daha başqa səbəb nə ola bilər axı? Fikirləşin tap. Dayı, xoş gördük ay dayı. Hoş gəlmisiniz. Hoş gəlmisiniz. Sağ olun, sağ olun, sağ olun. Yaxşı, Oktay burada ne inirsən? Səni gözləyirik. Maşallah, maşallah. Böyük oğlan olmuşsan. Dayı, yoldaşlarımla tanış ol. Ha, çok güzel, çok güzel. Gəlin. Qabil. Yaxşı. Evdə eşikdə nə var, nə yox? Salamatlıqdır. Yolunu gözləyirlər dayı. Yaxşı, məktəbi nə vaxt tutarırsan? Qutarmışam. Nə vaxt? Elə bu il. İllər elə tez gəlib keçir ki. Amma mən elə bilirdim ki, sən gələni qutaracaqsın. Təbrik edirəm. Sağ ol. Bəs yoldaşların? Cəlil bu il mənimlə bir yerdə qutarıb. Abil 2 il əvvəl. 2 ildir gedir qəbula, amma... Ağzına vurub qaytarırlar ki. Eybi yoxdur, bu ildə inşallah sənin ağzından vurarlar. Ağzını xeyirliyə aç hələ. Yaxşı, yaxşı. Hara girmək istəyirsən? Dayım hara məsləhət bilsə ora. Yok, yok, yok Oktay, bu olmadı. Sevgi, sevgi lazım. Oktay deyir ki, mənim əvəzimə daim sevsin. Məqsədə dolayı yollarla deyil, birbaşa getmək lazımdır. Təyyarə kimi. Bəli, təyyarə kimi. Necə yəni təyyarə kimi? Bu mənim bayaqki sualımın cavabıdır. Təyyarə mənzil başına təkcə sürətinə görə tez çatmır. Bir də yolu birbaşa gəldiyinə görə, əyilib burulmadığına görə tez çatır. Maşın, tramvay yola görə gedir. Təyyarə isə öz yolunu özü açır. Təyyarə isə öz açır. Gözəl sözdür. Gecə gedir, gündüz gedir təyyarələr. Məqsədinə, mənzilinə dümdüz gedir təyyarələr. Eniş bilməz, yoxuş bilməz, dolay bilməz təyyarələr. Nə burulmaz, nə əyilməz təyyarələr. Nə burulmaz, nə əyilməz təyyarələr. Cəlil düz deyir. Cavanlar gərək təyyarədən nümunə götürürlər. Məqsədə birbaşa getməyi bacaralar. Mən istəyərdim ki, siz maşın kimi yola görə getməyəsiniz. Təyyarə kimi yolu özünüz açasınız. Cəlil, Bəli. kimin oğlusan bala? Dayı, Tükəz oğlu Teymurun nəvəsidir. Tükəz oğlu Teymurun? Tanıyıram. O zaman o kənd Sovet sədri idi. Dünya qəribədir. Qəribədir. Nə fikrə getdin dayı? Köhnə bir əhvalat yadıma düşdü. Nə əhval? Heç. Bu çinarın altında bir qədər uzanmaq istəyirəm. Yaxşı dayı, sən uzan, biz də maşını yuvaq. Tükəz oğlu Teymur qərib adam idi. Sovet hökuməti təzəcə qurulmuşdu. Məktəblər açılmış, məişətdə inqilab yaranmışdı. Yeni həyatdan, yeni zamandan hamı dördəlli yapışmışdı. Həyat qaynayırdı. Hamı oxumaq, yeni dünyaya təzə gözlə baxmaq istəyirdi. Cavanlar aşıb daşırdı. O cavanlardan biri də mən idim. Oxumaq üçün Bakıya getmək istəyirdim. Kənd Sovetinin zəmanəti lazım idi. Gəldim Tükəzoğlu Teymurun yanına. Sən nə deyirsən, abala? Oxumaq istəyirəm, əmi. Zəmanət istəyirəm.
Muzdur balasısan? Muzdur deyəndə ki, Kimin oğlusan? Cabbar. Şata Cabbarın? Bəli. Olmaz. Dedim olmaz. Niyə Teymur əmi? Niyə? Bilmirsən? Bilmirsən? Ged babandan soruş. Hansı baba? Ana babandan. Çox Əbülfəzdən. Onun mənə nə də? Necə nə dəxlə? Baban adamları döyəndə, incidəndə bilmirdi ki ya, onun da qısasını nəvələrindən alırlar. Əmi babam çoxdan ölüb. Onun hayfını məndən niyə alırsınız? Valla, bu şura hökumətidir. Məktəbləri açıb yoxsul balalarından ötürür. Mənim dədəm də yoxsuldur. Amma ana tərəfin çoxa. Sən hələ indidən bilmirsən ki, hökumət kimin hökumətidir. Oxuyub səndən nə olacaq, hə? Gedə bala, get! Dayı, maşın hazırdır. Yaxşı. Cəlil, hara girmək istəyirsən? Universitetin Riyaziyyat Fakültəsinə. Bax, bu yaxşı, lap yaxşı. Demək, sən öz yolunu tapmısan. 6-cı sinifdən demişəm, gərək riyaziyyatçı olam. Qiymətlərin necədir? Medal alır be dayı. Deməli, mən onun müəllim olacağım. Dünyanın nə qəribə işləri var. Ömrün yollarında qarşına elə şeylər çıxır ki, adamın yuxusuna da gəlməz. Dayı, Habil də ora girmək istəyir. Habil kimlərdən? Şir Məmmədin oğluyam. Uzun Şirməmmədi. Ha. Maşallah. Şirməmməd çox gözəl adamdır. Özün də atana oxşasan, xoşbaxtsan. Atam bizə çox yaxşılıqlar eləyib. Tək mənə yox, hamıya. Müharibə vaxtı bizim evə atam baxıb. Anam ondan çox razılıq eləyərdi. Özü də yaxşı oğlandı dayı. Tək olsun. Dünyada yaxşılıqdan yaxşı nə ola bilər? Sabahın xeyir ay qardaş. Aqibətin xeyr, ay bacı. Oy maşallah, kəndin havası düşür sənə. Bu neçə gündə əməlli dəyişmisən, rəngi ruhun açılıb. Düz deyirsən bacı. Kətlə şəhərin havası bir deyil. Elə rahat nəfəs alıram ki. Qaya başının suyu da ki, heç Yesundakı suyundan əksik deyilmiş. Özümü lap yaxşı hiss edirəm. Amma hayıf ki, 3-4 günə getməliyəm. Nə tələsirsən? Şəhərdə yağın daşmır ki. Biraz da qal, özünə gəl. Yox, Əfşan qaydacaq. Heç kəsə demə, bu il qəbul imtahanı götürməliyəm. Deyəndə nə olar ki? Onsuz da kənddə hamı danışır, hamı bilir. Hardan bilirlər, ay bacı? Yer qulaqlıdır, qardaş. Bir də sən bundan niyə qorxursan? Nə olar? Bir yaxşılıq elə. Ömründə eləməmisən. Bu kənddə hamı el gündür. Bu il bu kətdən 3-4 uşağa əl tutsa pis olar. Bacı. Hə, nə var ay bacı qurban? Xeyrə şərə yaramaq pis şey deyil. Bu kənd cəmaatı sənin başına and içir. Adın gələndə ayağa dururlar. Nə olar sən də onların işinə yarayanda? Ay bacı, axı birini bilirsən, birini yox. Bildiyim odur ki, alimsən. Universitetdə 5 kişinin birisən. Hamı sənin sözünü tutur. İndi de görək, bilmədiyim nədir? Bilmədiyin odur ki, adama əl tutmağı, yaxşılıq eləməyi siz başa düşə bilmirsiniz. Bacı, hər yerdə güzəşt eləmək olar. Amma elm aləmində güzəşt eləmək, o adamın evini yıkmaqdır. Yaxşı, yaxşı sən Allaha. Düzlük elə bir sənə qalıb, bir də bizim kişiyə. Bəs bu cəmaat bilən biclikdən siz niyə bilmirsiniz? Ən böyük biclik düzlüktür. Yaxşı. Sən indi nə deyirsən? Deyirsən, yəni Oqtaya da kömək eləməyəcəksən? Axı Oqtay hələ hara girmək istədiyini bilmir. Elə öz fakültənəcə qoy. Gözündə üstündə olar. Bəs belə də sənət çəkmək olar. Dayısı riyaziyyatçı olduğuna görə bacısı oğlu da istədi, istəmədi, riyaziyyatçı olmalıdır. Nə olar? Olsun. Sırağa gün onu yoxladım. Bilmir bacı, heç nə bilmir. Əşi bilmir, öyrədərsən. Sən ananın qarnında öyrənmişdin.
Məni heç kəs Bakıya aparmamışdı. Cırıq şalvar pencəkdə özüm getmişdim. Bacı, sən məni başa düş. Qoy uşaq heç kəsin kölgəsinə sığınmasın. Dayısına güvənən oxumaz, zəhmətə qatlaşmaz. Sən qəbul elətdir, gör necə oxuyar. Orta məktəbdə oxuduğu kimi oxuyacaq. Vay səni. Necə üzü dönüksənmiş qardaş. Mənsə həmişə uşağa deyirəm, qorxma, qorxma bala, dalında dağ kimi dayın dayanıb. Bu gör nə deyir. Elə orada da uşağın evini yıxmısan. Yaxşı. Öz uşaqlarını necə? Qoymamısan instituta? Hı? Niyə susursan? Səninkilər Oqtaydan yaxşı oxuyub. Hərdən gələndə eşitmirdim evinizdəki həngaməni. Görmürdüm ki, nə zülmünə oxudursan onları. Nə oldu? Öz uşaqlarını instituta düzəltmədin? Haqlısan bacı, haqlısan. Ha. İndi hazırlaş. Birazdan Şirməmməd kişigilə gedəcək. Xeyr ola. Hə, bugün nahara səni qonaq çağırıb. O birilərini rədd elədin, getmədin. Amma Şirməmməd kişigilə getməmək olmaz. Özün bilirsən ki, o bizə nə yaxşılıqlar eləyib. Haqlısan bacı, haqlısan. Hə. Mən gedim uşaqlara baş çəkim, sən də yavaş-yavaş yığış. Çətindir. O məni yaman yerdə tutdu. Görəsən niyə belədir? Niyə biz ağır illərdə min cür əzab əziyyətə qatlaşıb oxuduq? Bizimkilər bu fıravanlıq içində oxumaq istəmir. Bəlkə bu rahatlıq onlarda arxancılıq yaradıb. Bu rahatlığı onlar öz evladları üçün yarada biləcəkmi? Niyə onlar bu barədə düşünmür? Bəlkə bu da təbiidir. Günahkar bizik. Oqtayla bərabər Cəlil də yoxdurmu? Cəlildə olan çırpıntı niyə Oqtayda yoxdur? Onlar ikisi də eyni vaxtın cavanları deyilmi? Nəysə, çətin məsələdir. Birazdan Şirməmmədgildə kəsəcəyim çörək mənim üçün borca çevriləcək. Bilirəm. Amma getməyə bilmirəm. Niyə belə olmalıdır? Niyə verilən ziyafətlərin, deyilən sağlıqların arxasında məqsəd, qarşısında borc durmalıdır? Ay Zəhra bacı, ay Zəhra bacı. Gəldim. Kimdir? Mənə, Şaban, gəlmişəm sizi aparmağa. Şirməmməd əmi gözlüyü. Qardaşı apar, mən də gəlirəm. Ay Şaban. Mən buradayam. Ay sən gözünə qurban olum. Məni tanıdın. Öyle Şabanam be. Bir yerde az diredeyimi oynamam. Şaban? Vay. Ay Şaban. Ay Şaban. Ay kişi, ne yaman qocalmısan? Gün akşamdı. Dayı qocalmayayım. Elə sən də şah saqqala artmısan. Şaban, bu kətdə mənim ən çox yadımda qalan sənsən. Axı biz yoldaş olmuşuq. Bura bax. Dəyirman təpəsində güləşdiyimiz yadındadır. Bəs mənim başımı yardığın necə? Yadındadır. Niyə yadımda olmasın? Axı sən mənim aşıqlarımı çırpışdırırdın. Vay səni. Necə də yadında qalıb ha. Şaban, gedək indi ora. Hara? Dəyirman təpəsinə. Gedək bir keçənləri yada salaq. Gedək deyirsən gedək. Harda işləyirsən? Şirməmməd kişinin yanında. Onun şoförüyəm. Gedək.
qədər sənə əlimi uzatsam çata bilmərəm. Bu yerlərin hər qarışında mənim ömrümün bir parçası itib qalıb. Ömrümün o parçalarını axtırmaqla tapmaq olmaz. İllər onların üstünü örtüb, izitib. İnsan ömrü də qəribədir. Hə, nə fikrə gedmisən? Buranı tanıyırsan? Qurşana çaydır ha. Aç çimməmişik burada. Elədir. Bu da Dəyirman Təpəsi. Burada bir çökə ağacı vardı. Ha, çoxdan quruyub. Bu təpədə də bir ev var idi ha. Dəmirçi Əlibabanın evi. Kişi öləndən sonra uşaqları Bakıya köçdü. Ev öz-özündən söküldü. Dağıldı getdi. İndi bu tərəflərdə yaşayan yoxdur. Cəmaət ya Bakıya köçür, ya da şəhərin aşağı tərəfinə. Ne oldu? Gözüme bir seher değirsen. Ürəyim sıxıldı. Ürəyim sıxıldı Şaban. Gedək. Gedek. Kişi bizi gözlüyor. Oğuldan uşaqdan nəyim var? 5 oğlum var. Bir kızım. Ay maşallah. 4'ü Bakıdadır. 3'ü enstitü kurtarıp işleyir. Birinde de sen ders deyirsən. 4. kursda oxuyur. Adı nədir? Hafiz. Hafiz Məmmədli. Özüdür ki var. Bəs mənə niyə deməmsən? Niyə mən bilməmişəm? Bəs özü mənə niyə deməyib? Bilirsən nə oğlandır, bilirsən nə ağıllı baladır, ən yaxşı tələbələrimdəndir. Şaban, səni təbrik edirəm. Gözəl evlad böyütmüsən. Bayaqdan dilxor idim, ürəyim açıldı. Bəs mənə niyə deməyib? Mən 1-2 dəfə ona dedim ki, sənə desin. Dedi, bilməsə yaxşı ata. Ay afərin, düz deyir. Halal olsun. Düzü mən də demək istəmirdim. Birdən ağzımdan çıxdı. Bəli. Dünya xali deyil. Bax, belələri də var. Bəli, eşidirəm. Profesör Zeynal'ın evidir. Bəli. Profesör evdedir. Xeyr, rayondadır. Soruşan kimdir? Həkim Qulamzadədir. Doktor, sizsiniz. Bəli. Səsinizi eşidək. Balam, çoxdandır səs sorağınız yoxdur. Burada yox idi. Göygöl'də dincəlirdik. Uşaqları orada qoyub özüm gəlmişim. Xeyr ola, bu yayın istisində. Deyir yük əyilməsə, daş qəribliyə düşməz Əfşan xanım. Göründü mən nə haldayam ki, istirahətimi yarımçıq qoyub gəlməyə məcbur olmuşam. Xeyr ola. Bizim bir qardaş oğlu var. Çox tərbiyəli, mərifətli, savadlı uşaqdır. Bu il orta məktəbi qutarıb. Gərək onu düzəldəm universitetə. Deyirlər, Zeynallı bu il imtahanda olacaq. Bəli. Bu il kişi özünü işə salıb. Elə mən də Yesunduklu'da idim. Uşaqları orada qoyub özüm qayıtmışam ki, kişi burada tək qalmasın. Bəs necə bu vaxta qədər gəlməyib? Bugün harda olsa gəlib çıxar. Deyirəm Əfşan xanım, yəqin indi bu qabul imtahanından ötürü sizə çox adam zəng eləyir. Deyirəm, bəlkə kişi qəsdən telefona gəlmir, ha? Yox, siz nə danışırsınız? Kimə sizə də, biz sizə ömrümüz boyu borcluyuq. Siz bizim balamızı bizə qaytarmışsınız. Sizin şəfalı O əlləriniz... mənim borcum idi. Nə danışırsınız? Sizin qardaşınızı oğluna kömək eləmək bizim borcumuzdur. Ömrünüzdə bir dəfə bizi ağız açırsınız. Elə şey olar. Onda xahiş edirəm, uşağın imtahan vərəqəsinin nömrəsini yazasınız. Baş üstə. 571-ci qrup,
nömrəsi 22, Aha, kimya fakültesinə. oldu. Yazdım. Gələn kimi verərəm. Sizə arxaynama. Mənim Arxayın- universitetdə Zeynallıdan başqa tanışım, dostum yoxdur. Arxayın olun. Arxayın olun. Zəhmət olmasa Zeynallı da bir mənə zəng eləsin. Baş üstə deyərəm. Hə, bu oldu 17-ci adam. Yazıq kişi. Neyləyəcək görəsən? Salam Melek. Vay, İbişəmi, xoş gəldin. Sən hara, bura hara? Hoş günün olsun kızım. Evimizi güclə tapışam. Niyə? Bura ki məşhur yerdir. Hansı taksi şoferinə desən gətirib çıxaracaq. Bu kimdir? Bu da benim kız nevemdir. Xəbirənin ilki. Ay qızım, sən də xoş gəlmisən. Çox sağ ol. Maşallah, böyüyüb. Yakın gel. Mən bunu uşaqlıqda görmüşəm. Ha, gelip gitmişsiniz da. Kasım evini saymırsan. Değil qoğum gelmeye yad olar. Yad gele gele qoğum. Düz deyirsən əmi. Kənddən çıxanı bir dəfə də ora ayaq basmamışam. Ha, düz eləmirsən da. Bala, qoğum kardeşi yaddan çıkarma olmaz. Səndən nə əcəb ay əmi? Vallahi kızım, evlat ki var, adamı düşman kapısına da aparar, dost kapısına da. Ama bura benim öz evimdir. Əlbəttə əmi. Bu uşaq məktəbi çoxdan qutarıb. 2 ildir gəlir, sizi burada tapmır. Qabul oluna bilmir, qayıdır. Ha. Bəli, bu da oldu 19. Ne? Ne dedin? 19. 19 nedir kızım? Bu qızın nömrəsi. Ha, 19 değil, 29'du. Hansı fakültəyə girəcək? Edebiyat fakültesine. Bizim kişi riyaziyyat fakültəsində dərs deyir axı. Ne olur? Edebiyatta ders diyenler tanımır. Tanıyır. Nasıl da? Kızım, Efşan, ben onu bunu bilmirəm. Böyümüsən maşallah, ərin alim, özündəki belə. Bu vaxta kimi sənə ağız açmışam. Yox. Bu mənim biriminci xahişimdir. Mən deməsəm də sən özün gərək bu uşağa kömək eləyəsən. Bəs qoğuma nə gündə lazımdır? Quru qurbanın olur. Hə. Elədir əmi, elədir. Ha, onda danışma. Ne diyelim buna kulak asın. Biz gittik. Sabah geleceğim ha. Niyə gelirsiniz? Qalın bizdə. Sen dediğimi elesen ele evinde kalmış gibi yap. Sağ ol. Sağ ol. Bəli, eşidirəm. Salam. Əfşan xanımdır danışan. Bəli, kimdir? Səkinədir. Sənin partinixa. Salam əleyküm. Əleyküm salam. Ağız niyə görünmürsən? Burada yoxudum. Deyirəm axı, 10 gündür zəng vururam, telefonu götürən yoxdur. Xeyr ola. Xeyr olmamış nə olacaq? Ayı sağ olmuş. Bilirsən, ateliyemizə necə parçalar gəlir. Doğrudan. Beyazlıdan tutmuş kriplidə qədər. İnan ki, adamın ağzının suyu axır. Sən Allah, o kriplindən 2 paltarlıq saxla. Qızımla özüm düşün. Saxla da sözdür. Sən məni nə bilmirsən? Neçə gündür səni axtarım. Ay səni sağ olasan. Deyirəm, sən olmasan, mən lütüryan qalardım. Mən ölmüşəm məyər sən düz qalasan. Biz daha dünənki dost deyilik ki. Mən demişəm də, bax yenə deyirəm. Səni bəzəmək mənim boynuma. Ömrün uzun olsun Səkinə xanım. Muradın gözündə qalmasın. Murad deyəndə ki, bilirsən də, gözümün ağı qarası bir balam var. Atasız böyütmüşəm onu. Bu il Namkuda məktəbi qutarıb. İndi qalmışam Əlamanda. Bilmirəm necə edeyim. İndi də ali məktəbə uşaq qoymaq Kəlbəla müsibətidir. Mənim də oralarda səndən başqa kimim var? Eşitmişəm ərim bu il priyom eləyəcək. Kişinin boynuna qoymaq istəyirlər. O da xəstə adam. Qalmışıq belə. Bax, mən ömrümdə sənə ağız açmamışam. Gerək mənim sözümü atqaz eləməyəsən. Vallah, əgər qabula qalsa, deyərəm. Kömək eləyər. Qalacaq, bilirəm. Hamısından xəbərim var. Vallah mənim xəbərim yox. Az yaxşı, özü bilməməzliyə qoyma. Sən də bilirsən.
Bilirsən də, mənim adım Arvaddır, amma mən elə işləri bilən adamam. Dünya götür dünyasıdır. Biz də qanırıq, xəcalətli qalmarıq. Belə sözlər artıqdır Səkinə xanım. Xahiş edirəm. Sən bir uşağın listinin nömrəsini yaz. 315, 13-cü qrup, Mehmat. Hə, sən Allah gözün üstündə olsun. Vallah sən bizim kişinin xəsiyyətini bilmirsən. O belə şeyləri... Az yaxşı da, biz də qanırıq. Kişinin canı arvadın əlindədir. Sən desən, onun nə ixtiyar var atqaz eləyə? Yaxşı, bacardığımı əsirgəmərəm. Sənə arxaynama. Yaxşı, yaxşı. Yox, bu daha lap ağıldır. Yazıq kişi nə eləyəcək? Bu qədər adamı necə keçirə bilər? Lap özünü dağıtsan da götürməyəcəyəm. Salam. Nə yaman gec gəldin? Səni yaman axtarırlar. Elə ona görə də gec gəlmişəm. Sən də nahaq qayıtmısan. Uşaqlar orada tək nə edəcəklər? Mən səni uşaqlara sata bilmərəm kişi. Götürmə. Qoy nə qədər qışqırır qışqırsın. Niyə? Xəbərin yoxdur xəbərdən ay kişi. Bir o siyahiyə bax. Bu nədir ki? Gündə 100 adam zəng edir. Daha zəngdən dəng olmuşam. Hərə birini tapşırır. Özü də elə adamlar ki, üzüm gəlmir yox deyə. Məsələn? Məsələn, doktor Qulamzadə. Hansı Qulamzadə? Qızı operasiya eləyən? Uşağı bizə təzədən qaytardı. Ona necə yox deyəsən? Haqlısan. Heç kəs başa düşmək istəmir. Heç kəs bu işin cinayət olduğunu, özünə xəyanət elədiyini dərk eləmir. Bilmirəm biz nə vaxta qədər bu adi həqiqəti başa düşməyəcəyik. Özümüz öz ayağımıza balta çalacağıq. Biri mən özüm öz uşaqlarımı heç bilmirəm. Deyən də biziyik, eləyən də. Yaxşı. Mən də kətdən böyük bir siyahı gətirmişəm. Sakit olsam. Necə eləyəcəyəm? Heç bilmirəm necə eləyəcəyəm. Tapşırmaq olar birini, ikisini. Bu qədər adamı mən neyniyə bilərəm? Cəhənnəmək götürəcəyəm. Bəli, eşidirəm. Danışan profesör Zeynallıdır. Bəli. Salam. Danışan Kamal'ın yoldaşıdır. Səlimzadə Kamal'ın. Ha, salam. Necəsiz? Uşaqlar necədir? Sağ olun, əlinizi öpürlər. Bağışlayın, üzr istəyirəm. Uşaqları gəlib tez-tez yoluxa bilmirik. İnanın ki, vaxt olmur. Bilirəm. Məşğul adamsız, çətindir. Təqaüd məsələniz düzəldimi? Bəli, düzəlib, çox sağ olun. Ancaq ona görə zəng eləməmişəm. Bilirsiniz də, sizə o vaxt demişdim, bizim ortancıl bu il universitetə girməlidir. Bilirəm, o vaxt mərhumun yasında biz hamımız söz verdik. Onun uşağına kömək eləmək hamımızın borcudur. Doğrusu, mən sizdən başqa heç kəsə inanmıram. Axı bu kişi 40 il universitetə can qoyub. Minlərlə adam yetişdirib. İndi də onun uşağına heç kəs yaxın durmaq istəmir. Bəs bu insafdır. Siz arxayın olun. Mən rektorla danışaram. Hara girmək istəyir? Elə atasının sənətinə. Çox yaxşı. İmtahan vərəqəsinin nömrəsini yazın, xahiş edirəm. 305-21-ci qrup. Əfşan xanım, yaz o siyahıya. Nömrə 305-21-ci qrup. Mehmat, Səlimzadənin oğlu. Çox sağ ol. Dəhşətdir. Bu müsibətdir. Salam. Salam, xoş gəlmişsən. Hə, kənddə necə dincəldin?
Rəngin əməlli başlı açılır. Açılıb, ancaq burada tutular. Qorxma, səni çox əziyyətə salmarı. Bu siyahıya bir bax. Bu nədir belə? Tanışlarımın, yaxın dostlarımın, qohum qardaşlarımın balalarının adları. Düz 52 nəfər. Mən bu yıl bunların hamısını universitetə qəbul etdirməliyim. Başa düşürəm. Amma bu hələ arasıdır. Bu 52 nəfər sabah 152, birisi gün 252 olacaq. Bu belədir. Biz bunları çox yaxşı bilirik. Bəs necə olsun? Dərd də burasıdır. Necə olsun? Bu adamların heç birisinin üzündən keçməli deyil. Hamısı ya yaxın qohum, qardaşdır, ya da vaxtilə mənə çox böyük yaxşılıqlar eləmiş, dost tanış biliş. Sizi başa düşürəm. Başa düşmək azdır. İndi deyin görüm, nə eləməliyəm? Elə bilirsən bu vəziyyətdə yalnız sənsən. Belə bir siyahın məndə də var. O birisində də. Bəs necə olsun? Onu təkcə məndən yox, hamıdan. Bax, bu siyahıdakıların atanalarından soruşmaq lazımdır. Cemaat özü eləyir, nəticədə pislə yaxşı, haqla nahaq bir-birinə qarışır. Ədalət tapdanır, həqiqət susur. Kim tapdalayır ədaləti? Kim susturur həqiqəti? Mən, sən, o. Günahkar bizik, hamımızıq. İndiki belədir. Nə? Nə eləyək? Çətindir əzizim, çətindir. Bu adamlar hamısı gəlib durur gözümün qabağında. Gecələr də mənə aman vermir, yuxuma girirlər. Kimi yalvarır, kimi xahiş eləyir, kimi tələb eləyir, kimi də vaxtı ilə elədiyi yaxşılığın əvəzini istəyir. Bəli, elədir. Biz də bütün bu xahişləri, yalvarış və tələbləri nəzərə alanda, Zeynallı kimi professorların birinci fənn imtahanında həqiqət üzə çıxır. 50 nəfərdən 19'u kəsilir. Hələ bu cavanlar cəmiyyətə atılmamışdan onların qiyməti düzgün verilmirsə, onlar qarı ilə ağın seçilmədiyini görürlərsə, bunun sonrası necə ola bilər? Beləliklə biz indidən cavanların ürəyindəki inamı öldürürük. İnamı. Sən bunu başa düşürsən, bilirsən bu nə deməkdir? Kim bizə bu haqqı verib? Biz cinayət eləyirik dekan, cinayət. Bir nəfəri öldürən canini gülləliyirlər. Biz isə bir nəfərin yox, minlərin inamını, ümidini məhv eləyirik. Elə isə bəs bizim cinayətimizin cəzası nə olmalıdır? Bunlar doğrudur. Amma məsələ bundadır ki, götürək sizin oğlunuzu. Keçən tədris ilindən 2 borcu qalıb. İndi nə eləyək? Qanun nə tələb edirsə onu. Qanuna görə kursda qalmalıdır. Qalsın. Amma onu sizə görə qəbul eləmişdik. Doğrudur, doğrudur. Günahkar o deyil, mənəm. Əlbəttə. Mən bu siyahını cırıb imtihana girirəm. Heç kəs də məndən heç bir xahiş edə bilməyəcək. Hamı sizdən üz döndürəcək. Siz bu siyahını cıranda, başqalarının da cibindəki siyahı öz-özünə ölür. Mən də bunu istəyirəm. İmtihan gedir, mən də düşünürəm, qərarım qətidir. Amma çox çətindir. Siyahımdakı cavanların heç birini üzdən tanımıram. Nömrələrini də əzbərdən bilmirəm. Odur ki, heç kəsə fərq qoymadan ədalətlə imtihan gedirdi. Hər kəsin haqqı özünə verilirdi. Ancaq bəs tanıdıqlarım, qızımı ölümdən xilas edən həkimin qardaşı oldu. Mənim bacım oğlu. Bax, burada girişdim. Həkimin qardaşı oğlunun rəngi kağız kimi ağarmışdı. Amma həkim özü mehriban çöhrəsi ilə gəlib durdu gözümün qabağında. Birdən çöhrəsi tutuldu.
əllərini ovuşdura-ovuşdura mənə qəzəblə baxırdı. O əllər mənim balamı ölümün pəncəsindən xilas edən o əllər mənim ucbatımdan mürmüc olmuşdu. Titriyirdi. Mən bir vaxt minnətdarlıqla sıxdığım o əllərə indi baxa bilmirdim. O mənə bircə kəlmə çox sağ ol dedi. Qəribədir. Kim haqlı idi? Mən ya o? Bir ay keçdi. Bu bir ay mənim həyatımın ən tufanlı ayı oldu. Mənə salam verənlərin də sayı azalmışdı. Arvadım da məndən incimişdi. Səhərlər mən öz-özümə sabahın xeyir deyirdim. Ancaq siz elə güman eləməyin ki, mən tamamilə tək qalmışdım. Mənə tamamilə təzə salam verənlər, ehtiramla qarşımdan keçənlər də tapılmışdı. Bunlar ədalət naminə universitetin tələbə biletini daşıyan, inamını özünə qaytardığım cavanlardır. Onların birini siz tanıyırsınız. Cəlil, kətdə tanış olduğum Cəlil. Salam professor. Salam Cəlil, salam. Səni təbrik edirəm oğul. Sağ olun professor. Sizə minnətdarım. Mənə yox, özünə, öz ağlına minnətdar ol. Sizə haqq naminə minnətdaram professor. Haqq uzanar, amma qırılmaz. Mən səni kətdəki bir sözündən tanıyıram. Təyyarə maşın kimi yola görə getmir. Yolu özü açır. Sən yolu özün açdın bala. Təyyarə kimi. Sən elə də yaşa oğul. Çalışaram professor. Təyyarə kimi. Eşidirsən oğul? Təyyarə kimi. Necə idi o şeir? Gecə gedir, gündüz gedir təyyarələr. Məqsədinə, mənzilinə dümdüz gedir təyyarələr. Eniş bilməz, yoxuş bilməz, dolay bilməz təyyarələr. Nə burulmaz, nə əyilməz təyyarələr. İçəridən alışmasa, bu sürətlə, bu cürətlə gedə bilməz təyyarələr. Siz Bəxtiyar Vahabzadənin Təyyarə kimi piyesini dinlədiniz. İştirak edirdilər Zeynallı Sadıq Hüseynov, Əfşan Sofiya Bəsirzadə, Dekan Əli Zeynalov, Zəhra Məxluqa Sadıqova, Cəmil Səməndər Rızayev, Səkinə Şövkət Rızayeva, İbiş İsmail Osmanlı, Şaban Sadıq Salih, Qadın Firəngiz Şərifova, Oktay Rasim Balayev, Habil Fuad Poladov, Qulamzadə Kamal Xudaverdiyev, Tükəzoğlu Teymur Bahadır Əliyev. Tamaşanın rejissoru Ziyafət Abbasov, səs rejissoru Rəsul Rasulov, səs operatoru İslam Camalovdur. Əsər 1972-ci ildə lentə alınıb.